Quranda nümunələr var. Bədbəxt olanlar necə bədbəxt oldular? Firon necə bədbəxt oldu? Haman necə oldu? Qarun necə oldu? Bütün bunların hamısının qısa olaraq bir anonsu verilir. Bunlarda hansı xəstəliklər var idi? Hansı proseslər bunlarda gedirdi ki, iş gəldi bu yerə çatdı? İş gəldi bu yerə çıxdı. Və Qurani-Kərimdə insan bunları gördükcə sanki həmin o məsələləri özünə tətbiq eləməlidir. Yəni Quranın ayələri belədir ki, Quran təkcə bir nümunə əgər bizə verirsə, biz həmin o nümunə ilə məhdudlaşdıra bilmərik ayəni. Qurani-Kərimin baxın ayələrinin nazil olmasında bir səbəb-i nüzul var, bir də şən-i nüzul var. Bəzi alimlər bunu eyni cür izah edirlər. Yəni deyirlər ki, səbəb-i nüzulla şən-i nüzul eyni məsələlərdir. Amma əslində bir alimin gözəl yanaşması var idi, bunları ayırır. Bir şən-i nüzulla səbəb-i nüzul arasında da fərq var. Səbəb-i nüzul konkret bir hadisə ilə bağlı nazil olur. Amma şən-i nüzul məsələsi ümumi bir məsələ var. Məsələn, peyğəmbərlərin məsumluğu məsələsi. Bu mövzu ilə bağlı, misal üçün deyirik də, bir ayə nazil olubsa, o ayə konkret bir hadisəyə insan onu bağlaya bilməz. Onun əhatə dairəsi daha genişdir, şən-i nüzul məsələsinin. Ona görə də, məsələn, baxırıq, Həzrət Musa barəsində Qurani-Kərimdə nazil olan ayələri İmam Hüseyn əleyhissalam Kərbəlaya doğru hərəkət edəndə öz işi barəsində həmin o ayələri gətirir. Həzrət Musa əleyhissalam o qibtini vurur, öldürür, Misirdən çıxıb qaçarkən Quran buyurur, fəxərəcə minhə xaifən, qorxu və təlaş içində şəhərdən çıxdı, tərk elədi. İmam Hüseyn əleyhissalam Mədinədən çıxmağa hazırlaşanda eyni ilə həmin o ayəni oxudu. Deyir, yəni mən də öz ixtiyarımla çıxmıram. Və yaxud da gedir, Həzrət Musa əleyhissalam Mədiyən şəhərinə çatır, orada başqa bir ayə oxuyur. İmam Hüseyn əleyhissalam gəlir, Məkkəyə çatandan sonra həmin o ayəni oxuyur. Yəni Qurani-Kərim ümumi bir məna bizə təqdim eləyir, ümumi bir baxış bizə təqdim eləyir və qiyamət gününə qədər də bütün insanlar həmin o nümunələri götürüb öz həyatlarına tətbiq eləyə bilərlər. Bu da nəyin vasitəsilədir? Yenə də bunu deyirik ki, Allah övliyalarının vasitəsilədir. Peyğəmbərlər və imamlar, məsum kəslərin vasitəsilədir ki, Qurani-Kərimin həmin o batininə biz yol tapaq. Qurani-Kərimin batinin başa düşək.